Salam hörmətli izləyicilərim. Bugün sizə belə çox gözəl naxşı toxunmasını istəyirəm göstərim. Burada da ilməkləri 7-7 yığırıq. Sapımdakı 100 qramlıq 220 metrlik sapdır. Rezinka hissəsində mən belə toxumuşam, bir tərs bir düz. Siz necə istəsəniz hələ də toxuya bilərsiniz. Bundan da ki jilet, jaket, svitri, nə istəsəniz toxuya bilərsiniz. Bunun üçün indi mən belə bir sapımı götürürəm. Burada bu iki naxşı istəyirəm göstərim. 2 dənə. Bu iki naxış üçün 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 ilmək yığacağım milimin üstünə. Yedi, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 ilmek. Bir, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 ilmek. Şimdi burada bu artığını da kəsirəm. İndi mən 200'dən də tərs toxuyacağım. Rezinka toxumuram. Siz necə istəyirsiniz də toxuya bilərsiniz. Birinci ilməyi toxuyuram, birinci sıra olduğuna görə qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyacağım. Kənarı götürürəm. Qalanları tərs toxuyuram. Şimdi düz üzdən, indi buradan 3 ilmək tərs toxuyuram. Kənarda sayıram 2,
3 ilmek tərs toxudum. 4 ilmek düz toxuyuram. 2 3 4 ilmek düz. Yine 2 ters. 1 3 ters. 2 3 ters. Yine 4 ilmek düz. 1 2 3 4 ilmek düz toxudum. Yine 3 ters. 1 2 3 ters. İndi arxa üzdən də tərslər tərs toxuyuram, düzləri düz. 2 3 düz toxudum, 4 tərs. 1 2 3 4 tərs. Yine 3 düz. 2 3 düz. 4 ters. 2 3 4. Yine 3 düz. Bu düzler düz üzdən tərsdir. Buna göre arxa üzdən, tərs üzdən onlar düz olur. İndi bura düz üzüdür. Düz üzdən tərsləri toxuyuram. 3 tərsi toxudum. Burada bir artırma edirəm. Bu ikisindən, iki düzü, ikisindən bir dənə ilmek çıxardıram. Burada da bu kənardakı 2 ilmek qalır. Bunları yerini dəyişirəm. Formada. Sonra ikisindən bir ilmek çıxardıram. Burada bir artırma edirəm. Sonra 3 tərsi toxuyuram. Yine bir artırma edirəm. Bu iki düzü bir dənə çıxardıram. Burada artma, kisilmə olmur. Buradan artırıram, buradan kəsirəm. Bu tərəfdəki ilməklərin yerini dəyişirəm. Özünü bu tərəfə çevirirəm ilməyin. Düz toxuyuram. Bir artırma edirəm, 3 tərs toxuyuram. Şimdi burada yenə düzləri toxuyuram. 3 düz, 4 tərs. Yine 3 düz, 4 tərs. Kenarda da yine 3 düz. Formada. İndi bu yüzden düz yüzden yine 3 düz 4 tərs. Birinci sıra necə də başlamışdıqsa, burada da elə 3 tərs 4 düz. 2 3 4. Yine 3 tərs 4 düz. 3 4. Yine 3 tərs. Arxa üzdən də yenə tərslər tərs, düzləri də düz. Formada bir nakşa alınır.
Burada indi yenə bu sırada necə başlamışdıqsa, birinci sırada tərsləri toxuyuram. Burada bir artırma eləyirəm. Sonra bu 2 ilməyi kəsirəm. İkisindən bir ilmək çıxardım. Burada qalan 2 ilməyin yerini dəyişirəm. Buradan düz toxuyuram. Sonra burada artırma eləyib tərsləri toxuyuram. 2 ilməyi artırıram. 2 ilməyi də 4 ilməyi də kəsib 2 ilmək düzəldirəm. Burada bir artırma eləyirəm. Bu 2 ilməyi kəsirəm. İkisindən bir ilmək. Yenə 2 ilmək oldu. Burada bunun yerini dəyişirəm. İlməyi içəri, üzün içəri çevirirəm. Sonra kəsirəm. İkisindən bir ilmək çıxardıram. Bir artırma eləyirəm. Yenə ilməklərin sayı əvvəlki kimi oldu. Sonra bu tərsləri toxuyuram. Formada. Arxa üzdən yenə tərsləri tərs, düzləri düz. 3 düz, 4 tərs. Bu artırdıqlarımı da tərs toxuyuram. 4 tərs. Üç düz. Formada belə bir naxışa alınır. İndi burada düz üzdən təzədən 3 tərs, 4 düz, 3 tərs, 4 düz toxuyuruq. Arxa tərəfdən də tərslər tərs, düzlər düz. Formada belə bir naxışa alınır. Belə. Sağ olun. Gələn videomda görüşənə qədər.